Burada bəziləri ilk dəfədir, ona görə də biraz məlumat verəcəm. Biz hardayıq, nəyə görə gəlmişik. Təhlükəsizlik haqqında hava istidir, kimin papağı var, papağı taxsın. Günün altında çox qalmayın, su var. Əgər istidirsə sudan istifadə eləyin. Yəni çöldə bu qaydalara riayət eləmək lazımdır. Çalışacağıq, çox gün ortadan sonra qalmayaq, işimizi tez görək. Nə qədər tez görsək, o qədər də tez gedəcəyik. Burada biz Dövlət Xidmətinin abidələrin qorunması, inkişafı və bərpası Dövlət Xidmətinin işçiləri ilə tarixi abidələrin könülləri birgə bugün gəlib bayram günü abidələrimizin üzərində təmizlik işləri aparacağıq. Və bu bir növ həm bizim vətəndaşlıq borcumuzdur, həm də bayram günüdür, bir tədbirdir. Burada bir tədbirimiz də keçirdək, həm də bir təbliğat yoludur. Biz bu videolarda sonra paylaşacağıq və cəmaət da abidələrimiz haqqında bir məlumat alsın. Biz hal-hazırda Türkən ərazisindəyik. Burada bizim 3 abidəmiz yerləşir. İkisi burada arxamdadır, Qurqan çölü və daş yollardır. Biri də biraz kənardadır, yaşayış yeridir. Birazdan gedib oranı da təmizləyəcəyik. Bu abidələr haqqında məlumat verim. Bu Qurqan çölü ilk dəfə 60-cı illərdə aşkar olunmuşdu. Yəni bu Türkən ərazisi, gördüyünüz bütün ərazi Qurqan çölü olub. Amma sonra diqqətdən kənar qalıb bu yerlər. Buralarda karyerlər işləməyə başlamışdı və bir çox qurqanları məhv eləmişlər. Biz bura 2000-ci ilin əvvəllərində gəlmişdik və buralarda bu qurqanları aşkar eləmişdik və sonra da buraları gəzərkən burada daş yolları aşkar eləmişik. Buradakı olan qurqanlar Tunç dövrünə, yəni eramızdan əvvəl 3-cü, 2-ci minilliyə aiddir. Hal-hazırda burada 3 dənə qurqan var bu ərazidə. Və bunlardan başqa burada daş yollar var. Daş yollar deyəndə bir çox adamlar bu daş yolların mahiyyətini başa düşmür. Lakin bu daş yollar dünya əhəmiyyətli abidədir. 2000-ci ildə Avropa... Üzrsən, bir də o cümlələri təzdən bir də deyim, mən çəkilişə girəm. Burada yerləşən daş yollar dünya əhəmiyyətli abidədir. Biz bəlkə də bu abidənin mahiyyətini tam başa düşmürük. Amma 2000-ci ildə Avropa Birliyi tərəfindən xüsusi bir layihə təşkil olunmuşdu. Və Avropa ərazisində olan daş yolları onlar tədqiq eləmişlər. O tədqiqat nəticəsində belə bir hesabat çıxmışdı. Görürsünüz ki, bu boyda qalınlıqda bir kitab çıxardıblar. Adı da The Significance of Cart Routes in Ancient Landscape. Yəni, kartrut deyirlər bunlara, bu daş yollara ingilis dilində. Kartrutların mahiyyəti, qədim dövrlərdə kartrutların mahiyyəti adında belə bir hesabat tərtib eləmişlər. Yəni, Avropada olan bütün daş yolları bunlar qeydiyyata alıblar. Harada var, necə var və maraqlısı odur ki, bizdə Azərbaycanda da bu yollardan var. Bu Azərbaycan haqqında bir paragraf burada da qeyd eləyiblər ki, Azərbaycanda var, amma təəssüflər olsun ki, gəlib buraları tədqiq eləməyiblər. Biz də bir 20 ildir, 25 ildir bu yolların qorunması uğrunda çalışırıq. Təəssüflər olsun ki, burada o daş yollardan çox idi, hal-hazırda bir qismi qalıb və ona görə gün yığışıb. Birincisi, işlərimizi görəcəyik, həm də bax, o daş yollarla tanış olacaq. Kim görməyib, onlar haqqında əlavə də məlumat daş yolların üzərində sonra verəcəm. İndi isə işə başlayacaq. İşin mahiyyəti, deməli, burada olan birinci ilk növbədə kuloklar var, onları təmizləyəcəyik. Artıq daşlar var, yəni orada-burada səpələnmiş, lazım olmayan daşlar var, onları yığacağıq. Abidələrimizə ot basıb, o otu təmizləyib bir cığırlar düzəldəcəyik. Yəni, bugünkü işimiz bundan ibarətdir. Ona görə də saat iş bölgüsü eləyib, işimizə başlayacağıq. İnşallah. İndi qızlar yəqin ki, kuloklarla o
paketləri yığarlar. Qalanları da indi lapatkalarımız varsa kim lapatka ilə işləyə bilir. Cığırlarımızı açarıq, otlarımızı yığışdırarıq. Qalan da ki indi kim daşlardan zaddan yolda nə var onlardan yığışdırarıq. Faiq müəllim, icazə ola bir elan nəzərə Buyur. çatdırım. Ayın 29-u Buzovna Qayalığı Dövlət Təbiət Abidəsi ərazisində də bizim iməcliyimiz olacaq. Buzovna Qayalığı keçən il mayın 2-sində xüsusi mühafizə olunan Dövlət Təbiət Abidəsi statusu əldə edilib. Bununla bağlı bizim iməcliklərimiz davam eləyir və demək olar ki, nəinki ölkədə, ümumiyyətlə ətraf belə ölkələrdə də belə bir statistik göstərici yoxdur. 72-ci dəfə iməcliyimiz olacaq Buzovna Qayalığında. Buzovna Qayalığı bəlkə də bilirsiniz, onlarla filmlərimizin çəkilməsində çəkiliş meydançası olub, çox egzotik, çox ecazkar səhnələr bəxş edib bizim filmlərimizə. Orada bizim iməcliklərimiz davam eləyir. Və siz də ayın 29-u inşallah dəvətlisiniz. Bizim iməcliyimizə qatılarsınız. Faiq müəllim dəfələrlə iştirak edib, görüb oraları. Siz də dəvətlisiniz. Çox sağ olun. İndi gəlin Emin müəllim də gəlsin. Bir də ümumi şəklimizi çəkək. Ondan sonra işimizə başlayaq. Buzovna Qayalığı iməcliyinin ləvazimatları Türkandadır bugün. Bugün Türkanda işləyirik. Getdik. Что вы можете сказать о нашем сегодняшнем субботнике? Как работа идет у вас? Очень отлично, мне очень нравится. Прекрасно, это хорошо. Прекрасно, это самый лучший субботник, который был у нас. Правильно, правильно. Hal-hazırda biz Türkan ərazisindəyik. Burada Kurgan Çölü adlı bir abidəmiz var. Bu Türkan ərazisində Kurgan Çölü çox böyük ərazini əhatə eləyirdi. Təəssüflər olsun ki, burada işləyən kərxanalar bir çox kurganları məhv eləmişdi. Və burada hasara alınmış cəmi 3 dənə kurgan qalıb ki, bunları biz qorumağa çalışırıq. Hal-hazırda biz böyük kurganın üzərindəyik. Bundan başqa bir xətt üzərində 2 dənə də başqa kurganlar durub. Böyüyü budur, bunlar obrislər biraz bundan kiçikdir. Görünür bu qəbilə başçısı olub, ya kimsə bir böyük adam olub, ona görə də onun üçün belə bir böyük kurgan düzəldilmişdi. Burada mərkəzi kamera var, daş kutudur, daş kutunun içərisində dəfn keçirilirdi, sonra da ətrafına daşlar yığılırdı. Bu kurganın da ətrafına böyük daşlardan, böyük yonulmuş daşlardan daşlar yığılırdı. Bu kurganlardan başqa, bu kurganın yanından keçən başqa bir abidəmiz var, o da daş yollardır. Bu daş yollar haqqında biz daş yolların yanında məlumat verəcəyik. Çox sağ olun. Yerin məlum. Yox, kurganın yanında burada görürsünüz ki, daşlar qoyulur. Bu kurganın qurbangahıdır. Yəni gün batana yönəlibdir və belə bir formada daşlar qoyulubdur. Adətən kurganlarda səciyyəvi bir haldır ki, belə bir şeylər eləyirlər. Burada gördüyünüz daş yollardır. Daş yollar, deməli, biri var, qurunt yolun üzərində iz qoyulubdur. Bu iz isə sərt qaya üzərində qoyulub. Yəni, bir dəfə araba üstündən getməklə belə iz qoyula bilməz. Bunun üstündən gərək bir neçə dəfə, yəni, gedəsən ki, bəlkə belə bir iz açıla, o da mümkün deyil. Ona görə ki, bəzi yerlərdə görülür ki, elə bir nəsə bir dəfə sıyırıb gedibdir. Yəni, o bir neçə dəfə üstündən getməyib bir dəfə.
Burada siz 3 dənə cızıq görürsünüz, amma elə yerlər var ki, cəmi 2 dənə cızıqdır. Yəni ortasında heç nə yoxdur, 2 cızıq gedir. Yəni 2 də olur, 3 də olur. Əvvəllər bir yerdə var idi, 5 dənə də cızıq var idi. Yəni belə bir fenomendir. O cızıqların arasında olan məsafə də dəyişir. Eləsi var çox enlidir, eləsi var çox dərindir. 50-ci illərdə BBC bir eksperiment aparıb və Maltada olan belə daş yollara bir araba salıb. Onlar da eksperiment kimi görək araba ilə biz bunu yürüdə bilərikmi bunun üzərində? Arabanı görüblər ki, mümkün deyil. Yəni eksperiment də keçirilib, deyiblər ki, bu adi araba yolu deyil. Yəni nəsə bir başqa şeydir. Araba ilə burada hərəkət eləmək qeyri-mümkündür. Və özü də fikir versəniz, bu yollar düz getmir. Burada kurqan var, elə bil yol kurqanın ətrafından gedir. Belə bir qövs xarakterli. Yəni biri var, düz getmək daha rahatdır. Nəinki belə bir qövs xarakterli bir cızıq açmaq. Və ona görə də yəni bunun mənşəyi nəyə görə açılıbdır, indiyə kimi bilinmir. Yəni Avropada da bir çox ölkələrdə bunun açmaq istəyirlər. Yəni indiyə kimi bunun bu yolların mənasını bilinmir. Bu indi bilgi daş araba yoludur. Bu ortadakı nədir? Nə mənası? İndi ona görə də yenə deyirəm, elə yerlər olur ki, 2 dənədir. Yəni heç orta olmur. Su axıntı yeri olubdur. İndi bəzi yerə adam deyir ki, bu ortadan da eşək keçib. Yəni eşəyin açdığı izdir, amma baxırsan ki, yəni o iz belə ola bilməzdi və heç kim öz heyvanını bu dar yola salmazdı. Yəni o heyvan orada ayağını qırardı və yenə deyirəm, o 2 dənə iz olanda onda heyvan izi hardadır. Bir Avropa Rusiya bir alimi var. Onun bir nəzəriyyəsinə görə güya ki, əvvəllər buralar yumuşaq olub, iz açılıbdır, sonra bərkiyibdir. Yəni onun onunla da əlaqə saxlamışam. Sual verirsən ki, bu nə vaxt yumuşaq olub, nə vaxt bərkiyibdir, deyir bir neçə milyon il bundan əvvəl. Deyirəm, o 1 milyon il bundan əvvəl axı heç kim araba sürməyib. Yəni o sual da açıq qalır ki, milyon illər deyir bundan əvvəl bu yumuşaq olub, ona görə də orada arabanın izi qalıb. Deyirəm, sonra deyirəm ki, yaxşı, lap sən deyəndir ki, orada yumuşaq olub və sonra bərkiyib. Ayaq izi yoxdur. Yəni bu arabadan düşən bir yerdə bir ayaq izi olmalıydı axı. Yəni yumuşaqdırsa bir yerdə gərək bir başqa bir izlər olaydı. O da yoxdur. Yəni belə ona görə də hər bir nəzəriyyə ortalığa bir versiya atılır, amma indiyə kimi heç bir versiya öz təsdiqini tapmır. Ona görə də bu möcüzə olaraq qalır və dünyada bir maraq doğuran bir yerdir. Ben bir şey demək istəyirəm. Yəni ki, biraz mən bilmirəm. Mən siz deyin. Olmadığıma görə yəni öz düşüncələrimi paylaşmaq istəyirəm. Yəni bunların ölçüləri araba üçün biraz böyükdür. O dövrə baxsaq. Yəni ki, burada başqa bir şey də var da. Ya bu ortada hissə var. Yəni ki, insanların getmək üçün yəni əlavə bir yer açmağa mənə ehtiyac olmayıb olar. Bəlkə burada mən fikirləşirəm ki, bəlkə nəsə buradan o vaxtda daş istehsalı ilə məşğul olan adamlar olur. Bəlkə bir də başqa bir burada stanok olub, o stanok vasitəsilə burada daş çıxarılır. Yəni ibtidai dövrlərdə belə deyək də. Yəni ki, indiki texnologiyalar olmadığı bir dövrdə bəlkə ola bilsin ki, buradan daş emalı üçün istifadəsi üçün deməli bəlkə istifadə versiyalardan da var. Kurqanların yəni istifadəsində də o daşlardan istifadə olunur. Abşeron daşlarından hər yerdə bir rast gəlirik. Burada da həmin o karyer ərazisi olduğuna görə, bura qayalıq olduğuna görə bəlkə hansısa bir üsulla burada daşı çıxardılar. Biz buna misal üçün deyirik daş yollar. Bəlkə daş yollar da başqa bir texniki bir avadanlıq vasitəsilə, yəni o dövrün ibtidai avadanlıqları vasitəsilə burada daş çıxardıblar. Ola bilər bir şey. Müxtəlif versiyalar var. O karxana versiyası məsəl üçün Maltada da daş olan yerdə karxana olur. Yəni orada da həmişə, yəni Maltada da məsəl üçün bir çox oxşarlıqlar var ki, orada da Tunç dövrünün abidələri var. Yanında orada da dəniz yaxındadır, yəni dəniz tərəfə gedir. Bir çox oxşarlıqlar var, amma bu daşı bunun üzərində nə tər daşıyıblar, onu bəlli deyil. Bəzi versiyalarda məsəl üçün deyirlər ki, bu su axıtmaq üçündür, kanaldır. Amma elə yerlər var ki, o düzənlikdədir, yəni ora nə su var,
nə olsun axıntı yeri var, ona görə şey deyil. Bir versiya var ki, bu parnik kimi istifadə olunub. Arası torpaqla dolubdur, üzərində nəsə becəriblər. Amma O versiyasına mən dayanmıram, çünki yəni ağla batan deyil. Parniki daşın üzərində o cür vasitə Yəni agrotexniki baxımından biraz ağlasıqandır. Çünki bu son dövrlərdə düzdür. Müəyyən az torpaqdan istifadə etmək gübrələrlə vasitəsilə o bitkiləri yetişdirirlər, amma o dövrdə yəni ki buna ehtiyac yox idi. Torpaq sahələri bol idi və istənilən bitkini torpaq sahəsində əkib becərmək olurdu. Yəni ki sırf türkanı seçmək, burada qayanın üstündə nəsə yetişdirmək biz o cəfəngiyata daha uyğun gəlir, nəinki məntiqi. Ona görə yenirəm, o versiya da düz gəlmir. Müxtəlif yəni versiyalar iləri sürülür, amma heç hansı Yəni mən öz ölçü təsdiqini- etibarı ilə baxdım, arasındakı ölçülər, görürsə qıraqdakı ölçülər hardasa 15 sm-dir hardasa. Amma ortadakı hardasa bizim o indi hal-hazırda klassik kubiki ölçülərinin bir ölçüdür. Bir ölçü uzun. Bəlkə burada çox, nə bilim, yəni o versiyada ola bilər. Hansısa bir Əcdadlarımızdan qədəh qalıb. Kəsə-kəsə gediblər, bəlkə o dövrdə o daşı çıxardıblar oradan. O versiyalarda yəni mümkündür olsun. Yəqin ki, araşdırmalarımız və tədqiqat işləri nə dərəcədə bizim dediyimiz fərziyyələrin uyğun və uyğun olmamasını təsdiq eləyər və yəqin ki, üstlərində işləyirsiniz. Gələcəkdə bunun da bir son nəticəsi olaraq sizdən gözləyirik, bizə təqdim edəcəksiniz. mənim məqsədim odur ki, yəni o kitabda göstərdim ki, Azərbaycanın adı var, amma buradan nə şəkillər, nə tədqiqatlar, yəni başqa yerlər daha Maltadır, biraz Türkiyədir, daha çox tədqiq olunub, kataloqlara düşüb. Bizim bu daş yollarımız hələ kataloqlarda yoxdur. Bir alim gələsi idi Azərbaycana, dəvət eləmişdim, mənlə də əlaqə saxladı ki, gəlib buraları bir yerdə tədqiq eləyəcəkdi, araya pandemiya düşdü, gələ bilmədi. Və ona görə də yəni onlara bir yazılı, o necə deyərlər, bir yəni hər şey mümkündür. İlk növbədə bunları qorumaq lazımdır. Yəni özümüz bizim borcumuz bunları qorumaqdır. Və gələcək tədqiqat işləri üçün şərait yaradılması üçün müraciət etmək üçün. Dövlət orqanlarının da, bu günlərdə Emin müəllim burada iştirak eləyir. Yəni, dövlət orqanlarının da üzərinə düşən yəni yük ondan ibarətdir ki, bununla bağlı bütün məsələləri dövlət çərçivəsində həyata keçirsinlər və gələcəkdə biz ümid edirik ki, bu ərazilərin də tədqiqatı başlanıcı, xaricdən mütəxəssislər dəvət olunacaq və buranın bir ərazini, mahiyyətini və nə üçün tarixiliyini üzə çıxaracağıq və artıq açıq şəkildə təqdim edə biləcəyik. Yəni dövlət xidmətinin adı da birincisi qorunmasıdır, inkişafıdır, bərpasıdır. Yəni ilk növbədə qorumaq lazımdır bunu. İndi qoruyandan sonra da bunun inkişaf elətdirib bərpa eləməyi qalır. Yəni yavaş-yavaş bu Əsas işdə. bugündəndir, bugündən Hə, başlayır. yəni bugündən Hüseyin Faik müəllim biz görüşmüşük, müzakirələr aparmışıq, layihələr təqdim edildi. İnşallah üzərində işləyirik. İnşallah. hə, çox sağ olsunlar. Yəni dövlət xidməti də, könüllülər də bu işə birgə başlamaq lazımdır. İnşallah bu iş daha geniş vüsət alacaq və təkcə bu yox, başqa abidələrimizi də qoruyub saxlaya biləcəyik. Mən bir şey qeyd eləmək istəyirəm, yəni ki, borcumu da qeyd edeyim. Yəni mən özüm əslən Buzovnalıyam, düzdür, şəhərdə yaşamağımıza baxmayaraq, amma əslən Buzovnalıyam və bir 3 il bundan qabaq gördüm ki, Buzovnada belə bir aksiyaya başlayıblar gənclər, Seyfullah və bizim Erbəy cavanlar olmaq şərti ilə belə bir aksiyaya başlayıblar ki, Buzovna qayalıqların azadlığı uğrunda mübarizə və oranın abadlaşdırılması və digər məsələlər. Və biz də kənd sakinləri olaraq aksiyalara qoşulduq və bugünə qədər hal-hazırda orada 71 iməclik keçirmişik. 29 növbəti 72-ci iməcliyimiz olacaq inşallah. Və sevindirici haldır ki, bizə ilkin qoşulan Bakı ətrafı kəndlər bizə qoşuldular fikrimizə. İndi hal-hazırda Coratda və bu günlər burada artıq bu sistemli şəkildə yayılması, yəni yaxşı şeyin, işin, əməlin yayılması bilirsiniz ki, qənaət bəxşdir. Ona görə də bu halın yayılması, gənclərin də burada iştirak eləməyi, onların da bu təşəbbüsə qoşulmağı, gələcəkdə bunun daha da inkişaf etdirilməsi, yəni bizim xalqımıza xidmətimizdir. Yəni gələcək nəsil yəqin ki, hardasa yada salanda deyəcək ki, Allah onlara rəhmət eləsin ki, belə bir təşəbbüslə iştirak ediblər, çıxış ediblər və xalqımızın, heç olmasa dövlətimizin milli dəyərləri qorunub saxlanılıb. Mən hamını dəvət edirəm belə iməcliklərdə aktiv iştirak etməyə. Yəni bu yenə deyirəm, bu bizim sərvətimizdir, özümüz qorumalıyıq. Bunu bizim qonşularımız gəlib qorumayacaq.
Sizə də çox sağ ol deyirəm gənclər. Bu iməcilikdə iştirak edirsiniz və digərlərinə. Faik müəllim, Ondan Emin müəllim. əməliyyat eləsək, Hə, burada bəlkə həqiqətən də bəli. bütün bu yolları üzə çıxardarıq, buradan təmizləyərik. Yəni sağ olsunlar, çox sağ ol. Emin müəllimə öz şəxsi təşəkkürümü bildirirəm ki, bütün Bakı regional şöbəsinin işçilərini yığıb gətirib bu gün və çox gözəl təşəbbüsdür. Bu gün iş günü deyil. Bunlar adətən həftənin 5 gününü bu işlə məşğul olurlar. Boş günləridir, gəlib burada o boş gününü də yenə abidələrə həsr eləyirlər. Sağ olsunlar. Mən də eşidəndə ki, yəni Emin müəllim də burada iştirak edir, dövlət xidməti iştirak edəcək bu məclisdə. Çox sevindim. Yəni artıq o başladığımız işin get-gedə daha da reallaşması, get-gedə daha da qloballaşmasını görəndə və dövlətin dəstəyini görəndə adam 2 qat gəlmək istəyir. İşi də olsa qoyur kənara, deyir ki, mən bu günləri bu məclisdə iştirak etməliyəm. Yəni Emin müəllim sağ olsun bu günlər iştirak edir öz komandası ilə burada. Yəni vacib məsələlərdir də. Yəni bu hamısı eləməliyik. Bizim vəzifə borcumuzdur, vətəndaşlıq borcumuzdur. Yəni vəzifə borcumuzu ona görə deyirəm ki, Mövzun Milli Elmlər Akademiyasının memarlıq İnstitutunun üstə işlədiyimə görə, dövlət xidmətində komissiyanın üzvü olduğuma görə, yəni vəzifə borcumuz ona görə. Amma vicdan borcumuz biz bu vətənin üzərində dayanmışıq və bu daşın üzərində dayanmışıqsa ona qorumalıyıq. Hə, deməli o Tədqiqat aparmalıyıq. daş yolların Abşeronda harda var, izlərini qeyd eləmişəm. O izləri qeyd elə görürsən ki, bütün şimaldan cənuba kimi keçir. Hətta Nargin adasında 19-cu əsrdə gəlib professor Lenz gəlib orada tədqiqatlar aparır, deyib ki, adanın üzərində dənizə gedən araba yolları var. Belə bir şey yazıb. Getdim, axtardım, tapmadım, amma da indi o vaxtı yazıb, üstündən dəniz qalxıb düşüb. Yəni Abşeron qumsal ərazidə. hə, də üstündən qum şey eləyib, amma qeyd eləyib ki, bu hamamları qalıb bir kənara. Avropa hamamlarını, misalında Türk hamamlarını, onları biz misalcı aşkar eləyəndə yer görürük ki, bilgəhdə qalıb qumun altında. Bir mərtəbəli hamam tamam qalıb qumun altında. vallahi bizdə olan abidələr dünyanın heç yerində yoxdur, qədrini bilmirik. Əgər yəni bunun elə bir daş yolları biraz təbliğ eləsən, biraz bunu genişləndirsən, dünyanı axıtmaq olar bura ki, belə bir şey var burada. Yəni həm kurqanı, həm bunu, həm burada yer özü tarixli. hə, Qulam Hüseyn də qardaşımız gəlib bugün. Bütün Borcumuzdur yəni. könülləri də dəvət eləyib. Oğlu da gəlib. Yəni cəmaət özü də yox, həm uşaqlarını da gətirir bura. Birinci kələmdir adı bu. Hə. Gənclərin cəlb Adı birinci kələmdir ki, məsələyə qatılır. Uzaqdan gələnlər neynəsin onda? Hə. Ən uzaqdan Novxanı kəndindən gəlib əmimiz. Yəni müxtəlif Bakının müxtəlif kəndlərindən gəliblər. Könüllü kimi iştirak eləyirlər. Əsas məqsəd də ki, bu abidələrimizi qorumaqdır, təbliğ eləməkdir. Burada bir açığı bir belə abidələrə can yandıran adamları tanıyaq, bir-birimizi tanıyaq. Yəni səylərimizi birləşdirək. Yəni bu da bir bugünkü tədbirin məqsədi odur ki, belə adamları tanıyaq, bir-birimizdən gələcəkdə daha böyük işlər görək. Ona görə də sağ olsunlar. Yəni burada iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Çox sağ Sağ ol. Yəni biz o o ərazilər var. O əslində rəsmi olaraq hamısı abidənin ərazisidir. İntihası belə yəsizdir deyə o da zəbt eləyirlər. Oradan Canlı şahid, Novxanı kəndinin Bizdə də var. yəni durum o gəlir. Bizdə yaşlılar deyirdi ki, bu güya qazalağın təkərləri buradan mütəmadi olaraq yol salıblar, olub belə. Amma bir ağlımız var da, qazalaq sarfımını belə. Hə, yəni bunu indi cəmaət həmişə belə bir misal gətirirəm. Tunç dövründən ya antik dövründən bir insanı gətirək indiki dövrə və ona qatarın relslərini göstərək. Deyək ki, bu nədir? Başı çıxmır. Bu o qatar relslərini görməyib deyə başı çıxmaz. Amma görəcək ki, 2 dənə paralel relsdir. Deyəcək bu yoldur. Yəni ağla gələn ilk növbədə nədir? Deyir yoldur. Amma o antikdən gələn insan heç vaxt o qatarı təsəvvür eləyə bilməz ki, bu yolla nə gedib? Görməyib. Onu görməyib.
İndi biz də bunu görəndə deyirik yoldur. Amma bu yolun üzərində nə hərəkət eləyib, biz onu təsəvvür eləyə bilmirik. Ona görə ki, o nə formada olub, nə tər istifadə olunub, yol olmağına yoldur. Nəyəsə üstünə sürüyüblərmi, nəsə. Bir versiyada var ki, üstünə ot doldurub, otun üstündən şaxları, hökmdarları sürüşdürüblər. Yəni ki, şey olmasın, yəni dəmir yolu kimi bir versiyadır. Amma indi başqa adamın ağlına başqa şeylər gəlmir. Yoldursa, yol nətərsə istifadə eləyiblər. Yəni bunun üzərində təkər istifadə eləmək olmur. Bəlkə nəsə sürüşdürüblər. Yəni bəlkə, yəni versiyadır. Bəlkə də ot doldurub, otun üstündən sürüb. Bizdə belə şeylər, mən uşaq idim. Atam Ümid Qayada var, bilirəm ki. Nardaranda, Ümid Qayada. hazır gözümlə gördüyüm Novxandı. Novxanda, hə, indi qalıbmı o yollar? O yox, oraları payladılar cəmaata, sındırdılar, söktülər, dağıtdılar. Lap kəntin Siyanın padyomu deyirik. Lap kəntə girəndə sol tərəfdə. Orada. Mən ağlım kəsir deyə 67-ci ildə mənim 12-13 yaşım vardı. Mən soruşdum, atam dedi ki, Qazalağın təkərləri o qədər buradan gedib gəlib ki, yer əliyib. Amma Çölün düzündə, bax çölün düzüdür. Bu niyə bir yolla gedib gəlməlidir? Bu getsin oradan getsin də. Niyə gəlib elə arabanı gəlib? Yox, düz deyirsiniz. Tamam başqa şey. Bu arabanı niyə məhz elə bura salmalıdır? Eyni yerinə sürməli. Eynən yerinə sürməli. Söhbət orasındadır ki, bunların hamısı üzü istiqamət dənizədir. Yaxşı, burada da var, burada da var. 2 dənə var. Hə, yəni Yox, qədimi şey. Çox qədimi. Zirədə də başqa zönədir. Hamısı dəniz ətrafı olanlardadır. İndi iş orasında biz deyirik dəniz tərəfində şeydir. Bir versiya kimi mən də həmişə təbliğ eləyirdim ki, hə dənizə gedir, Maltada da dəniz var və s. Sonra Türkiyənin düz mərkəzində tapıldı. Orada nə dəniz var, görürsən ki, o versiya burada işləyir, orada işləmir. Yəni deməli heç burada da işləmir. Yəni biz dəniz deyirik, orada dəniz yoxdur, amma yol var. İndi o nətər olur? Özü maraqlıdır ki, qıraqları kesik kimidir, çox kesik. Elə bil elə yerlər var, elə bil Müşanla kesmirsən. bıçaqla kəsmirsən, elə bil belə düzdür. Eləsi var, görürsən ki, nəsə elə bil sürüşüb 2 dəfə üstündən gedib, amma Faiq mən biz bunları belə ümumi katalog satırlar bizə də kitabda. Bunlar haqqında nə deyirlər ümumiyyətlə? Nə yendirəm, heç kim heç nə bilmir, ona görə dünyada elə bunlar haqqında heç nə. dəqiq məlumat Dövlət yox. sən deyən buna ürəkdən yanaşmır da belə. Avropa alimləri bunu bilmir. Dövlətin birincisi nümayəndələri buradadır, dövlət xidmətinin işçiləri buradadır. Yəni bunu və dediyim kimi ilk növbədə bunu qorumaq lazımdır. Ondan sonra tədqiq eləmək lazımdır. Mənim pusat vaxtım bütün bura gəlmədiyim neçə vaxtı gəlirəm, bunun qorunmasına sərf eləyirəm. Onun tədqiqinə yox. Əslində bunu hər dəfə mənə deyirlər ki, bunun dərinliyini ölç, bunun enini ölç, bunun nə bilim müqayisə ilə bununla, o birisindən, başqa yerdəkilərinlə bir ölçülərini Amma müqayisə. bizdəki fərqlidir. Bizimkilər Malta ilə 100% eyni. Düz gəlir. Düz gəlir. Yəni ona görə də yəni orada nə hərəkət eləyibsə eyni cür burdadır. İndi amma nə olub, nə orada bilirik, nə burada. Belə. Mənə gəlirsən? İşleyenler varsa gelsin. Getdi işləməyə. Başlayalım, bəli. Siz sansız əyləşin, mən Bugünkü Türkan qəsəbəsində olan qədim Qurğan çölündəyik. Bugünkü iməcliyimiz baş tutdu. Bu günləri mədəni irsin qorunması və inkişafı və bərpası üzrə dövlət xidməti ilə bir yerdə tarixi abidələr könüllüləri bir yerdə iməclik təşkil etdik.
Bugün buradayıq. Faiq mənim də buradadır. Əməkdaşlar da hamısı buradadır, işləyirlər. Bizdə iməcliklər demək olar ki, yəni 3 ildə artıq biz bu iməcliklərə başlamışıq. Ərazilərdə təbiət abidələrini, bu tarixi abidələr üçün başlanan bu iməclik artıq regional səviyyədə dövlətlə əməkdaşlıq səviyyəsinə qalxır. Bu çox ürəkaçan, çox təqdirə layiqdir. Bizim üçün sevindirici haldır ki, tarixi abidələrimizin, təbiət abidələrimizin qorunmasında təşəbbüs edən insanlar, gənclər çoxalır. Dövlətin də dəstəyi bizim üçün çox alqışlanandır. Minnətdarlığımızı bildiririk ki, Mədəniyyət Nazirliyinin işçiləri bu mədəni irsin qorunması xidmətində Emin müəllim, Tural müəllim birgə bizə kömək olurlar, dəstək olurlar və birgə bu əməkdaşlığa çox sağ ol deyirik, var olun deyirik və ümid edirik ki, inşallah gələcəkdə bu əməkdaşlıq daha böyük layihələrdə, tarixi abidələrimizin qorunmasında, inkişafında, bərpasında, həyata keçən layihələrdə daha da yüksək səviyyədə təşkilatçılığımıza, böyük nailiyyətlərimizə yol açacaq inşallah. Deməli, məlum olduğu kimi 2025-ci il 24 yanvarda Cənab Prezidentimizin sərəncamı ilə bu illəri Konstitusiya və Suverenlik ili elan olundu. Bir çox dövlət orqanlarında olduğu kimi biz də müvafiq fəaliyyət istiqamətinə uyğun olaraq silsilə tədbirlər həyata keçiririk və bu günləri də həmin tədbirlərdən birini həyata keçiririk. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları və bizə dəstək olan könüllü abidələrin qorunması üzrə könüllü birlik bir yerdə iməclik aksiyası həyata keçiririk. İməclik aksiyasında xüsusən Türkan qəsəbəsində Qurğan çölü və abidə, deməli belə deyim, burada araba yolları abidəsinin yanı bu məkanda keçirməsi xüsusi məqsəd daşıyır. Çünki bura gözdən iraq yerdir və xüsusən diqqətdən biraz kənarda qalmış yerdir. Bu yerin əhəmiyyətini nəzərə alaraq və bu irsin qorunub gələcək nəsillərə çatdırılması üçün biz də əlimizdən bu fəaliyyət gəlir. Həm bir mesaj ötürürük cəmiyyətə, eyni zamanda düşünürük ki, insanlarda, gənclərdə müsbət abidələrə qarşı, milli mədəni irsə qarşı müsbət bir tendensiya yarada biləcək və müsbət ictimai fikir formalaşdıracaq. Bir daha biz də bir qurum olaraq burada iştirak edən bütün könüllülərə, vətənpərvər insanlara, abidələrə, irsə, mədəniyyətimizə hörmətlə yanaşan, onu qorumağa çalışan hər bir kəsə təşəkkürümüzü bildiririk və bizlə iştirak eləmək istəyən bu aksiyalar davamlı olacaq. Hər kəsi bu işə dəvət edirik. Bütün gənclərə səslənirik buradan. Hamınız bizə qoşula bilərsiniz, hətta qoşulmalısınız da. Çünki bu bizimdir, bizim vətənimdir, bizim abidəmizdir. Gəlin olaq, hamımız qoruyaq. Biz də mədəni irsimizi dövlət xidmətinə dəstək olaq, bir yerdə olaq və bu abidələrimizi qoruyaq. Və bunun təbliğini edirik, xaricə təbliğ edirik. Gördüyünüz kimi o mənfur qonşularımız daşı atıb göyərdirdilər, özlərə tarix yaradır. Amma bizim tariximiz bu torpaq altında batır. Gəlin bunu, hər şey qurumlara həvalə eləməyək də, qurumlar eləsin. Biz qurumların hesablar biz də eləməliyik, biz vətəndaşlar eləməliyik, bu bizim borcumuzdur. Bir vətəndaş kimi bizim borcumuzdur. Bütün əsasən gəncləri dəvət edirik ki, gəlin qoşulun bizə. Tez-tez də beləsinə aksiyalarımız olacaq. Tək burada yox, hər bir yer. İnşallah hamımızı gözləyirik. Başlayacaq. Bugün hər kəsi salamlayıram. Bugünkü gün 26 iyun demək, ayın Silahlı Qüvvələr günüdür. Onunla da bağlı hamını təbrik edirəm. Bugünkü gün bayram gündür. Həm də yığıncağımız bugünkü gün Türkan qəsəbəsində demək yerləşən araba yollarla bağlı yığışmışıq. Sağ olsun, minnətdarımızı bildiririk. Elçin müəllim, Faiq müəllimə, başda Emin müəllim, bizim Bakı regional rəisi olmaq şərti ilə hamını, əməkdaşları təbrik edirəm. Demək, ardı gəlsin inşallah belə demək, iməcliklərimizi keçirdəyin. Gözəl bir gün oldu, şad oldum. Bugünkü gün aktivlərlə, demək, tarixi sevərlərlə görüşdük. Bizim üçün də xoş oldu, tanışlıq elədik daha yaxından. Bəziləri ilə düzdür, qəyabi şəkildə tanış olsaq da, bugün əyani şəkildə qardaşlarla tanış olduq.
Hamınıza minnətdarlığımı bildirirəm. Əziyyət çəkmisiniz, gəlmisiniz. Çox sağ olun ki, varsınız, gəlmisiniz. Daim belə aktiv şəkildə tariximizi qoruyaq, təmizliyini saxlayaq. Biz tarixi abidələr könüllüləri olaraq bizə də xoşdur ki, sizin birlikdə iş gördük. Biz də çox şad olduq və bugünkü həmişəki kimi də könüllülər hər bir kənddən gəlib, Novxana kəndindən, Əmiz gəlib Nuhbalami, Solaxana kəndindən, mən özüm Ramana kəndindən, Buzovna kəndindən, Qala kəndindən, Mərdəkan kəndindən. Seyfullah müəllim, Buzovnada. Buzovna kəndindən, Buzovnalar çoxdur bu günləri. Hər kənddən gəlmişik, Solaxana dedim, Solaxana kəndindən. Ya Corat kəndindən. Təsəvvür 80 kilometr yol Nahid bəy, bəli, sağ olsun. Təşrifimizi qəbul edib gəlib. Bakının o tərəfindən bu tərəfinə gəlib. Hələ yan-yana Novxana kəndindən 80 kilometr yol gəlib. Sağ olsun. Faiq müəllim daha heç də Faiq müəllim 20 ildən çoxdur ki, 20 ildən çoxdur ki, bax burdadır, bu məkandadır. Bu məkanın qorunmasında, bax bu setkaların çəkilməsində, bax belə iməciklərin təşkilində 20 ildir bu iki can qoyur. İnşallah ki, bir uğur qazanım var. Çox sağ olun. Yəni həmişə birlikdə belə abidələrimizi qoruyaq və təbliğ eləyək. Təkcə biz yox, millətimizə təbliğ eləyək, tanıtdıraq və tanıdıqca ölkəsini sevəcək. Yəni ölkəmizi tanımırıq, ona görə çoxsu elə çox sevmir. Tanıdıqca sevilir. Ona görə biz də gərək tanıtdıraq, bu tariximizi tanıtdıraq, abidələrimizi tanıtdıraq, görməli məkanlarımızı tanıtdıraq. Ona görə də hər tanıyan görəcək, sevəcək. Bura gələn xaricilər də, turistlər də gəlsinlər, onlar da görsünlər, onlar da tanısınlar, onlar da ölkəmizi sevəcək. Biz də bundan bağlı çalışırıq. Əlavə edeyim ki, beləsinə tədbirlərin çəkilib yayınlanmasında İlham müəllimin də böyük əməyi var. Sizə də təşəkkür edirik. Çox sağ olun ki, Yol TV, salam Baku. Çox sağ olun ki, bu tədbiri çəkib yayımladınız. Allah razı olsun. Bir məqama toxunmaq istəyirəm ki, biz bu tarixi abidələrdə, təbiət abidələri ərazisində iməcdilər keçirərkən böyük təəssüf hissləri yaşayırıq ki, kaş ki bizim əcdadlarımız, ata-babalarımız bunlara vaxtında sahib çıxardılar, onların olduğu təbii halında qoruyub saxlayardılar və bugün yəni bu itkiləri, bu onların dağılmasının təəssüfünü biz yaşamazdıq. Yəni bu bizim əcdadlara uzanmış əlimizdir, ancaq bu nakam yəni arzulardır və bilməliyik ki, gələcəkdən də bizə bu cür əllər uzanıb. Biz bugün onu dərk eləyiriksə məsuliyyət daşıyırıq, dərk edən məsuliyyət daşıyır və qoy biz bugün Faiq müəllim sözünə qüvvət olur, tanıdıqca, iməcdilər keçirdikcə insan candan bağlanır həmin yəni təbiət abidələrinə, öz keçmiş tarixinə, əcdadlarına və bu hörmət, bu ehtiram içimizdə bizim təcrübədə oyna bilər. Divanda oturmaqla, oxumaqla, sadəcə tarixi abidələr haqqında nəzəri oxumaqla bu qəlbdəki sevgi oyanmaz. Bu yalnız təcrübədə can yandırmaqla oyanır və ona görə də mən çox arzulayıram ki, bugün gənclər bu təşəbbüsü necə ki davam etdirir, o çox yəni sevindirici aldıq. Hər birinə dərin təşəkkürümüzü bildiririk və istəyirik ki, Azərbaycanımızın bütün yəni gəncləri bu təşəbbüslərdə aktiv olsunlar və nə qədər ki biz bunu dərk eləyirik, gələcək üçün, gələcək nəsillərin bizə o uzanmış əllərini biz necə deyək, ümidsiz buraxmayaq. Allah sağ olun. Minnətdaram, çox sağ olun. Ümumiyyətlə daş bürüşüdür, Abşeron daşı. Yerimizdə tutmuşam. Abşeron daşı bizim yəni bütün abidələrimizin özəyini, kökünü Abşeron əhəng daşı təşkil edir və bu daşın ömrü də ki, yəni heç bir məlum deyil ki, nə qədərdir. Yol formasını dəyişə bilər, aşılana bilər filan, amma ki məhv ola bilməz. Sadəcə formasını dəyişə bilər. Yəni Azərbaycan da elə bir bölgədir ki, burada bizim tarixi memarlıq abidələrimiz demək olar hər addımımızdadır, hər ayağımızın altındakı qədəmimizi yerə bastığımız yerdədir. Sadəcə olaraq biz onları tapıb üzə çıxarmalıyıq, onları qorumalıyıq ki, bütün dünya xalqlarına öz tarixiliyimizi sübut edəyik. Və bunun üçün də boynumuza düşən vəzifə, əsas vəzifə onları qorumaqdır. Onlara qayğı göstərməkdir. Burada iştirak edən bütün əməkdaşlara, bütün könüllülərə, bütün nazirliyin işçilərinə, hamısına təşəkkürümü bildirirəm və belə mərasimlərin keçirilməsi həmişə lazımdır. Gələcək nəslə bir örnəkdir. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Çox sağ olun. İlham çox sağ olun.
Burada çocuklar, burası. Мне нравится этот субботник. Это самый лучший субботник, который из раньше был. Это самый лучший субботник сегодня был. Он мне очень понравился. Говори, я вырежу. И мне очень нравится, что тут много компаний, много людей. И тут очень много есть чем заняться. Здесь исторические памятники называются каменные дорожки. Это древние цивилизации, они использовали вот это. Ты видела их? Да. Əlbəttə günlər işləyib burada, yağları çayla işləyirdi. Ən balaca könlümüzdür və ən sevimli könlümüzdür. Atasına kömək eləyib. Allah saxlasın. Mənlə bir yerdə dırmıqlamışıq, səngiləmiş və təmizləmiş. Allah saxlasın onu. Allah saxlasın, Allah saxlasın.